Verilmiş elementler üçün doğru olanları müəyyən eləyin deyir bizə. Məsələn, baxaq xlor 17-yə. Xlor 17 olanda belə deyək də 3s2 3p5-dir sonu və p elementidir. Bir səhvdir. Natrium 3s1 ilə bitir, 1a-dır. Bu düzdür. 1a qrupunda yerləşir. Birinci əsas yarım qrup. Xromu yazanda deməli 3d5 4s1 idi. Elektron uçurumu var idi. Buradan P'ye baxanda 1, 2, 3, 5, bir dənə də 4S'də 1, 2, 3, 4, 5, 6. Yəni 3D5, 4S, 1, 6 dənə tək elektron var. Düzdür. Silisium D elementi deyil. Çünki 3S2, 3P2 ilə P elementidir. Dəmir 26-ya görə yazanda 3D6, 4S2 ilə bitir. Toplayanda bəli 8 B'dir, cavabımız 5'dir. 2, 3, 5'dir bizim cavabımız.